Akşın Evrən yazır. Amerika Birləşmiş Ştatları və İsrailin hücumları qarşısında aciz qalan İran ona dost münasibəti sərgiləyən İslam dünyasına hücum edir. Təəccübləndikmi? Qətiyyən. Yaxın Şərqdə müsəlmanların olduğu ölkələri ABŞ bazası var bəhanəsi ilə vuran Molla rejimi güya qardaşı kimi gördüyü və ərazisindən başqa ölkələrə istifadəyə icazə verməyən Azərbaycana növbəti dəfə xəyanət edərək Naxçıvana dron hücumu həyata keçirdi. 30 il ərzində Qarabağın işğalında Ermənistana və keçmiş separatçı rejimə hər cür dəstək verən İran Azərbaycanın qələbəsini, güclənməsini həzm etmədiyini bir daha sübuta yetirdi. Bu İrandır ki, Qarabağla bağlı danışıqları təşkil edəndə Şuşanı itirdik. Bu İrandır ki, 90-cı illərdə Azərbaycanın qaçqın böhranından əziyyət çəkdiyi illərdə müsəlman qardaşlığı yalanı ilə ölkəmizin içərilərinə sızdı. Bu İrandır ki, 2001-ci ilin yayında qırıcılarını Xəzərin Azərbaycan sektoruna göndərib Bakını hədələməyə çalışırdı. Bu İrandır ki, arazı keçməklə bağlı təlimlər keçirib Azərbaycanı, buradakı müsəlmanları hədələdi. Bu İrandır ki, Zəngəzur dəhlizinin açılmasını qırmızı xəttimiz deyə bloklamağa çalışdı. Bu İrandır ki, Bakıdakı səfirliklərdə terror törətmək üçün agentlərini göndərdi, lakin Dövlət Təhlükəsizliyi Xidməti qarşısını aldı. Bu siyahını uzatmaq olar, amma zənnimcə kifayətdir. İranın Azərbaycana hücumunu indi belə əsaslandırmaq olar. Molla rejimi Azərbaycanın güclənməsini, dünyaya açılmasını, super güclərlə, nüvə dövlətləri ilə bir masada bərabər tərəf kimi oturmasını istəmir. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.